Əhl-i-Beytin xüsusi önəm verdiyi əməllərdən biri də qul azad etmək. Əfv etmək öz yerində. Bəli. Bu ayda qul azad etmək onların sünnəsi. Bilirsiniz ki, Əhl-i-Beyt əleyhissalam qulları azad etmək üçün alırdılar. Gedirdilər bazara, qul alırdılar. Bir il tərbiyə etdikdən sonra onları azad edirdilər. Yəni, saxlamırdılar o cür. O cür tərbiyələnirdilər ki, onlar. Azad olandan sonra da əlaqələrini imamla qırmırdılar. İmam Səccad əleyhissalam Ramazan ayı daxil olanda hansı qul, hansı qulamın səhvi, xətası, günahı olurdusa, onu deyir, qeyd edirdi. Bu qul da elə bilirdi ki, bunlar qeyd olmur, sonra cəzası gələcək də ardınca. Ramazan bayramında, fitr bayramında deyir, onları yığarmış və hamısını deyir, oxutturarmış səhifələrini. Kim nə qədər xəta eləyibsə, səhv eləyibsə, oxutturarmış onlara. Sonra deyir, gördünüz xətalarınızı, səhvlərinizi, deyərlər ki, bəli, gördük. Deyir, indi mənə deyin ki, sənin Allahın əfvinə ehtiyacın olduğu kimi, bizim də bu əffə ehtiyacımız var. Sən bu günahları, bu xətaları bizə bağışla ki, Allah da səni bağışlasın. Deyir, onlar bir-bir imama bu sözləri deyərmişlər. Və imam da əlini qaldırarmış, deyərmiş ki, ilahi, mən onların xətalarından keçdim və onları azad etdim. Və azadlıq sənədini də bilirsiniz, o sənəd verilməli idi, azadlıq sənədi. Azadlıq sənədini də imzalayarmış, möhürünü də vurarmış, verərmiş hər birinə və onlar azaddılar. Sonra deyir, əlini qaldırarmış ki, ilahi, bax, mən öz qullarımın xətalarından keçdim, səhvlərindən keçdim, bağışladım və onları azad etdim. Və mənim də deyir, sənə ehtiyacım var, sənin əfvinə ehtiyacım var, xətalarım bağışla, günahlarımdan əfv qələmi çək və məni cəhənnəmdən azad elə. Bu deyir, hər il Ramazanda İmam Səccad əleyhissalam bunu yerinə yetirərmiş.